Товарищ Верховный Главнокомандующий Вооруженными силами Российской Федерации, докладывает заместитель командира краснознаменной 36-й дивизии надводных кораблей по военно-политической работе капитан первого ранга Мишин. Здравия желаю. Vladimir Putin birdən-birə hərbi dənizçi formasında kameraların qarşısına çıxdı. Bu Kremlin adi protokol görüntüsü deyil. Çünki Putin bu dəfə Ukraynaya yox, Sakit Okeana getmişdi. Mübahisəli Kuril adalarına. Dünya xəritəsində kiçik görünən, amma nüvə dövlətləri arasında yeni qarşıdurma başlada biləcək nöqtəyə, İtrup adasına. Elə həmin an Tokyoda fövqəladə diplomatik reaksiya başladı. Yaponiya bu səfəri qətiyyən qəbul edilməz adlandırdı. Rusiyaya qarşı yeni sanksiyaları müzakirəyə çıxardı və 10 illərlə davam edən sülh prosesinin tam dayanması təhlükəsi yarandı. Ən qorxulu hissə isə budur. Kuril adaları uğrunda mübahisə 1945-ci ildən bəri həll olunmayıb. Rusiya ilə Yaponiya arasında hələ də tam hüquqlu sülh sazişi yoxdur. Yəni dünyanın ən böyük iqtisadi güclərindən birinin və nüvə silahına malik Rusiyanın arasında müharibə hüquqi baxımdan tam bağlanmayıb. Bu səfər sadəcə bir adaya səfər deyildisə, bəs nə idi? Güc nümayişi, yeni hərbi cəbhənin siqnalı, yoxsa Ukraynadan sonra Rusiyanın münaqişəni daha böyük geosiyasi oyuna çevirmək cəhdi. Politolog Şakir Ağayev hesab edir ki, bu proses təsadüfi deyil və artıq yalnız Rusiya-Ukrayna müharibəsindən danışmaq mümkün deyil. Onun fikrincə, söhbət Rusiya ilə Qərb arasında daha geniş qarşıdurmadan gedir. Məhz buna görə Putinin Kuril addımı dünyanın diqqətini yenidən Sakit Okeana çevirdi. Kuril adaları niyə bu qədər təhlükəlidir? Kuril adaları Sakit Okeanda, Hokkaido ilə Kamçatka arasında yerləşən ada zənciridir. İtrup isə həmin zəncirin ən strateji nöqtələrindən biridir. Rusiya onu öz ərazisi hesab edir. Yaponiya isə həmin adanı şimal əraziləri adlandırır və tarixi hüquqlarını müdafiə etdiyini bildirir. Məhz buna görə İkinci Dünya müharibəsindən sonra iki ölkə arasında tam hüquqlu sülh sazişi imzalanmayıb. Diplomatik münasibətlər var, ticarət əlaqələri olub, lakin müharibənin hüquqi nəticələri tam bağlanmayıb. Bu səbəbdən Putinin İtrup adasına səfəri adi regional səfər kimi qəbul edilmir. Səfərin ən diqqət çəkən detalı Putinin hərbi dənizçi forması geyinməsi oldu. O, Sakit Okean donanmasının təlimlərini izlədi və hərbi rəhbərliklə birlikdə bölgədəki təhlükəsizlik məsələlərini müzakirə etdi. Belə görüntülər təsadüfi seçilmir. Dövlət başçılarının hərbi forma geyinməsi adətən daxili auditoriyaya, rəqiblərə və müttəfiqlərə eyni anda mesaj vermək üçün istifadə olunur. Kremlin mesajı aydındır. Kuril adaları Rusiyanın nəzarətində qalacaq və Moskva bu mövzuda geri addım atmayacaq. Putin çıxışında 1945-ci ilin nəticələrinə istinad edərək adaların Rusiyanın tərkib hissəsi olduğunu vurğuladı. Bu, Yaponiyanın mövqeyinə birbaşa cavab idi. Tokyo niyə sərt reaksiya verdi? Yaponiya bu səfəri növbəti dəfə öz ərazi iddiasına qarşı nümayiş kimi qiymətləndirdi. Baş nazir Sanae Takaichi Putinin addımını qətiyyən qəbul edilməz adlandırdı. Xarici İşlər Nazirliyi isə Rusiyanın səfirini çağıraraq rəsmi etiraz notası təqdim etdi. Tokyoda əlavə sanksiyalar və münasibətlərin daha da sərtləşdirilməsi müzakirə olunur. Bu isə onsuz da gərgin olan münasibətləri daha da ağırlaşdıra bilər. Ən vacib məqam odur ki, Kuril problemi təkcə iki ölkə arasındakı sərhəd mübahisəsi deyil. Yaponiya ABŞ-nin əsas müttəfiqlərindən biridir. Sakit Okean qlobal ticarət yollarının, enerji marşrutlarının və hərbi balansın əsas mərkəzlərindən biridir. Bu səbəbdən burada baş verən hər hansı eskalasiya daha geniş geosiyasi nəticələr yarada bilər. Son günlər beynəlxalq mediada başqa bir detal da geniş müzakirə olunur. Rusiyanın qərb ticarət gəmilərinə qarşı daha sərt addımlar ata biləcəyi ilə bağlı siqnallar. Bəzi analitiklər hesab edirlər ki, Moskva Ukrayna müharibəsində artan təzyiq fonunda qarşıdurmanı başqa istiqamətlərə daşımaq imkanlarını nümayiş etdirir. Bu mütləq yeni müharibə demək deyil, lakin təzyiq coğrafiyasını genişləndirmək cəhdi kimi qiymətləndirilə bilər. Məhz burada Şakir Ağayevin yanaşması maraqlıdır. Politolog hesab edir ki, Putinin Kuril adalarına səfəri gözlənilməz hadisə deyil.
Onun sözlərinə görə Rusiya bu adaları öz ərazisi hesab edir və Kremlin mövqeyi uzun illərdir dəyişməyib. Politoloq xatırladır ki, Yaponiya da həmin adaları öz ərazisi sayır. Məhz buna görə 1945-ci ildən bəri iki ölkə arasında tam hüquqlu sülh sazişi imzalanmayıb. Yəni bugünkü gərginlik birdən yaranmayıb. Sadəcə köhnə münaqişə yeni beynəlxalq şəraitdə yenidən aktiv fazaya keçir. Şakir Ağayev daha geniş mənzərəni göstərir. Onun fikrincə, hazırki qarşıdurma təkcə Rusiya ilə Ukrayna arasında müharibə kimi qiymətləndirilə bilməz. Bu, Rusiya ilə Qərb arasında daha geniş geosiyasi qarşıdurmadır. Burada tərəflər bir-birini tükəndirməyə çalışır. Qərb Rusiyanı zəiflətmək istəyir. Rusiya isə Qərbin təsir imkanlarını zəiflətməyə çalışır. Analitikin fikrincə, bu artıq klassik regional müharibə çərçivəsini aşan prosesdir. Məhz buna görə Kuril adalarındakı hərbi aktivlik daha böyük geosiyasi oyunun hissəsi kimi görünür. Sujetin ən vacib hissəsi də budur. Предназначен для уничтожения воздушных целей днем и ночью. Şakir Ağayev hesab edir ki, Azərbaycan bu cür ssenarilərə çoxdan hazırlaşır. Onun sözlərinə görə ölkə rəhbərliyi dəfələrlə Azərbaycanın həm cənubunda, həm də şimalında müharibə ocaqlarının mövcud olduğunu vurğulayıb. Politoloq bildirir ki, Azərbaycan dövləti və diplomatiyası bu reallığı nəzərə alır və müxtəlif ssenarilər üzrə hazırlıq işləri aparır. Yəni söhbət yalnız hərbi hazırlıqdan getmir. Diplomatik, iqtisadi, enerji, logistika, regional təhlükəsizlik. Bütün bu istiqamətlərdə mümkün risklər nəzərə alınır. Şakir Ağayev açıq şəkildə bildirir ki, Azərbaycan bu müharibələrin tərəfi deyil. Ölkəmiz beynəlxalq hüquqa əsaslanaraq münaqişələrin diplomatik yolla həllini dəstəkləyir. Onun fikrincə, müharibələrin uzanması Cənubi Qafqaz üçün də əlavə təhlükəsizlik riskləri yarada bilər. Bu baxımdan Azərbaycanın marağı eskalasiyada deyil, sabitlikdədir. Məhz buna görə Bakı bütün mümkün variantları nəzərə alaraq resurslarını hazır vəziyyətdə saxlayır. Şakir Ağayev daha bir diqqət çəkən fikir səsləndirir. Onun fikrincə, hazırda dünyada görünməyən formada daha geniş geosiyasi qarşıdurma gedir. Bu proses böyük dövlətlərin yeni maraq dairələri formalaşdırmaq cəhdi ilə bağlı ola bilər. Yəni söhbət təkcə bir adadan, bir sərhəddən və ya bir müharibədən getmir. Söhbət qlobal güc balansının yenidən qurulmasından gedə bilər. Putinin İdlib adasına səfəri, hərbi dənizçi forması geyinməsi və Yaponiyaya verdiyi sərt mesajlar təsadüfi hadisələr kimi görünmür. Kuril adaları yenidən qlobal geosiyasətin mərkəzinə qayıdır. Şakir Ağayev hesab edir ki, bu proses Rusiya ilə Qərb arasında daha geniş qarşıdurmanın tərkib hissəsidir və Azərbaycan bu cür ssenarilərə artıq uzun müddətdir hazırlaşır. Bugün dünyanın gözü Ukraynadan Sakit okeana çevrilir. Sabah bu gərginliyin hansı istiqamətə inkişaf edəcəyini heç kim dəqiq bilmir. Amma bir şey aydındır. Kuril adalarında atılan hər addım artıq yalnız Rusiya ilə Yaponiya arasında münasibət deyil. Bu, dünyanın yeni geosiyasi xəritəsinin necə formalaşacağı ilə bağlı daha böyük oyunun növbəti gedişidir. Jalə Rövşən, Namiq Abbasov, Today Press TV.